Hər vaxtınız xeyir olsun uşaqlar. Ümid edirəm ki, işləriniz, səhhətiniz qaydasındadır. Mən kompüter yanımda yoxdur. Çöldəyəm, ancaq ki, həyəcandan istəyirəm ki, tez bazar sizinlə video çəkim. Bu sizdə izahları görəsiniz. Ümid edirəm ki, ürəyiniz istəyən kimi olubdu. Ümid edirəm ki, ürəyinizcə olubdu. Olmayıbsa da narahat olmayın, dünyanın sonu deyil. Həmişə demişəm, yenə də deyirəm, bizim bütün həyatımız sadəcə bir imtahanla ölçülmür, dəyərləndirilmir. İndi gəlin başlayaq. Birincidə kompleks obyektdə bizdən veribdir 3-cü qrup feili. Biz də seçməliyik məstər A bəndi olacaq. 8-də bizdən cümlə tamamlamanı istəyir. Düzdürmü? Deməli biz nə axtaracağıq? Mübtəda üstəgəl xəbər strukturu axtaracağıq. Burada bu strukturu yoxdur, burada yoxdur. What time ilə indiki bitmiş olmaz. Həm də have önə keçirdiblər. Will it yenə köməkçini önə keçirdib. Heç bir işimə yaramır. Sadəcə A bəndi düzgün cavabımız olacaq. Gəldik 9-cu testə. 9-cu testdən bizdən deyir ki, insanların yaxşı xüsusiyyətləri var. Şəxsi keyfiyyətləri var. Bu kind and gentle hər ikisi müsbət xüsusiyyətləri bildirir. Kind və gentle insanların müsbət xüsusiyyətləri olur. Cavab D variantı olacaq. 10-cu testə baxırıq. Zamanı istəyir. Yesterday zamanı zaman göstəricisine uyğun seçirəm. Yesterday simple, keçmiş sadə zamanın göstəricisidir. Burada mənim cavabım Y bəndi olacaq. 11-ə baxırıq ki, burada əvəzlik istəyir. Mənim xəbərim cəmdədirsə, deməli mən cəmlənə bilən əvəzi işlətməliyəm. It cəmlənə bilmir. Yəni itin bir hissəsi cəmlənə bilməz. Themin hamısı və yaxud da bir hissəsi cəmlənə bilər. Bu da 2-3C variantı olacaq. 12-yə baxırıq ki, bizdən düzgün dərəcəni istəyir. Very ilə həmişə adi dərəcə işlənir. 13-ə baxırıq ki, bizdən düzgün modal istəyir. Baxın, A-nın tusu yoxdur, B-nin tusu yoxdur. C qalsın, D-nin tusu yoxdur. Y-də də hədin inkarı köməkçi ilə düzəlməlidir. O yarı modaldır. Deməli, C variantı oldu. 14-ə baxırıq ki, bizdə cümlə tamamlamanı istəyir. Mən necə demişdim sizə, axtardıq mübtəda xəbər tamamlıq strukturunu. Baxın, books are very important in the life of people. İnsanların həyatında zərfliyi veribdir, amma söz birləşməsi kimi veribdir. In the life of people. Hansı bənddir bu? 2, 1, 7, 6, 5, oy. Axırıncının 4-ü səhv yazdım. Bu 4 olmalıdır. A bəndi olacaq. 15-ə baxırıq. Bizdən düzgün preposition istəyir. Pleased, nə iləsə məmnun olmaq. Pleased with'dir. Onun üçün alınmış bluzkadan məmnun oldu. Bu da C variantı olacaq. 16-da bizdən düzgün conjunction istəyir. Deyir ki, insanlar bir-birləri danışmağı kəsəndə, saxlayanda dünya daha yaxşı bir yer olacaq. Burada da mənə nə lazımdır? Zaman lazımdır. Burada nə ziddiyyət yoxdur, güzəşt yoxdur, səbəbi soruşmuram, necəliyi soruşmuram. 17-də düzgün quantifier istəyir. A cup of tea düzdür. A glasses article vermişsənsə bunu cəmləyə bilməzsən. Qarşısında miqdar sayı vermişsənsə bunu da cəmləməlidir. Bu ikisi səhvdir. 1, 4 düz olacaq. B bəndi. Keçdik 18-ə baxırıq. Deyir ki, qatar niyə gecikir? Bizdən düzgün sual sözünü istəyir. Burada da B bəndi olacaq. Who'dan sonra isim gəlməli idi. Who cümlənin mübtədasına və tamamlığına sual verərdi. What yenə eyni şey. Which'dən sonra da uşaqlar, yəni yenə ya isim gəlməli idi, ya da bu train'i verməməli idi. Tamam mı? Train which'in yanında gəlməli. O təyinə verilən sualdır. Gəldik 19-a. Article istəyir. Üstünlük dərəcəsindən Z işlədərəm. Dünyada Z işlədərəm. C bəndi düzgün olacaq. 20-də passive voice istəyir. Düzdürmü? Deməli, the director mübtədanı saxlayanları siləcəm. Mübtədam dəyişməli idi. Və zamanım hansı zamandadır? İndiki bitmiş. Baxın, bu sadədir. 2 dənə indiki bitmişim qaldı. Mübtədam cəmdə olduğu üçün mən tək seçə bilmərəm. Y variantı düzgün olacaq. 21-ə baxırıq ki, bizdən nə istəyir? Opposite. Antonim istəyir. Bu defend, müdafiə etmək, hücum etmək, azad etmək bu deyil. Uğursuzluğa düçar olmaq, uğur qazanmaq. 3, 1, 3. Reject, refuse hər ikisi imtina etməkdir. Destroy, dağıtmaq, build, tikmək. 1, 3, 5 mənim düzgün cavabım olacaqdır. Yenə 22-də məndən quantifier istəyir. Few sayıla bilmir deyə mən oyla match işlədəcəm.
Digər hamısı bu elotun ofu yoxdur. Digər hamısı da sayıla bilənlərlə işlənir. Bu qədər uşaqlar. Mən readingi başqa videoda əlavə edəcəm kanala. Təşəkkür edirəm.